İzləyicinin biri sual verir ki, müəllim, yaxşı, ən asan yolla, ən ucuz başa gələn Azərbaycandan xaricə nə ixrac edə bilərik? Mən sizə deyim, dostlar, yarpaq belə satsaz xaricə, adi yarpaq sizə lazım olur, xəzəl olur, yerə tökülən yarpağı belə satsaz, o belə pul edir. Misal üçün, əncir yarpağının qurusunun kilosu 33 dollardır. Girib buna baxa bilərsən, minimum qiymət odur Alibaba'da. Yəni əncir yarpağıdır, nə bilim, palıd yarpağının çeşidləri var, palıdların çeşidləri var, onların yarpaqlarıdır. Bəzi ağacların yarpaqlarının kilosu 30-40 dollardan başlayır. Bu kilosu 33 dollar siz nə deməkdir? O deməkdir ki, bir tonu hardasa 33 min dollar deməkdir. Yəni yarpağın. Bu kanalları araşdırıb, onu necə satmaq lazım? Satmaq üçün artıq o işi B2B işlərini öyrənmək lazımdır. Yəni onun üçün lazım olan sənəd nədir? Qida olmadığı üçün, qida sənədi olmadığı üçün, buna fitosanitar və s. böyük belə sertifikatlar, testlər lazım deyil. Bu sənədləşməsi də asandır. Tembol də xüsusən də bu əgər ixracdırsa, amma burada B2B-ni öyrənərkən yenə də bunun biznes qaydalarını, xaricə çıxış bazarlarına, yəni nəylərə diqqət eləməliyim, hansı dokumentasiyalarım olmalıdır və s. Amma bunun əgər böyük həcmdə göndərirsinizsə, yox, kiçik həcmdə, yəni daha kiçik platformalarda, məsəl üçün Alibaba kimi və ya başqa B2B platformalarında yox, kiçik platformalarda, məsəl üçün eBay-də, ATC-də və s. çıxardıb bunları orada qramla və ya çəki ilə sata bilərsiniz. Adi yarpağı belə paketləşdirib düzgün qaydada sata bilərsiniz. Ona görə sizə uğurlar dostlar, özünüzə yaxşı baxın.